indi Türk İslam məsələsi çox qabarıqlaşıb. Cənab Prezident hələ Xankəndindəki çıxışında dedi ki, bizim bir ailəmiz var. Türk dünyası ailəsi, Türk dövlətləri ailəsi. Və bu istiqamətdə fokuslanmaq lazımdır, tədqiqatları bura yönəltmək lazımdır. Və onun da kökündə dururdu ki, mən son illər İslam dövrü abidələrində bir sıra uğurlu tədqiqatlarım oldu. Bunlardan ən mühümü bu pandemiya dövrünə düşdü. Şamaxı rayonunun Avaxır kəndində bir ziyarətgah açdım mən. Ömər Sultan ziyarətgahı. Deməli, Azərbaycanda sufizm yayılanda onun ən mühüm qollarından da biri olub xəlvətlik. Xəlvətliyin də banisi bütün dünya qəbul edir ki, banilərindən biri, bəlkə elə birincisi Pir Ömər olub. Türk dünyasında, İslam dünyasında Pir Öməri axtarırlar ki, Pir Ömər harada yaşayıb, harada doğulub, onun türbəsi haradadır, məzarı haradadır. Bu geniş bir axtarış mövzusudur. Türkiyənin özündə bununla bağlı uzun illər axtarışlar gedir. Mənim tədqiqatçı dostum var. Bir gün mənə, biz Ağsuda işləyirdik. Dedi ki, Qafar müəllim, bəs belə bir şey var. Yusif Müskirin əsərində adı çəkilir Pir Ömər Avaxılı. Bu əsəri də o vaxtı Mehmet Rıhtın deyilən bir İslam şünas alim var idi. O üzə çıxarmışdı. Gedək bir Avaxıla baxaq. Orada deyirlər belə bir şey ola bilər. Çünki araşdırdıq, Qafqazda, Azərbaycanda Avaxıl deyilən başqa bir yer yoxdur. Bu Avaxılı nəyəsə bir şey deyir də. Orada soraqlaşanda bəlli oldu ki, burada bir ziyarətgah var. Öz adı nədir? Ömər Sultan ziyarətgahı. Etdik, gördük, bir iri qoz ağacıdır, çoxusu belə, ətrafında daş, qəbirlər filan. Şəxsən mən Arxeologiya İnstitutunun rəhbərliyi qarşısında məsələ qaldırdım ki, oranı gedə mənə bir 10 günlük ezamiyə verin, oranı araşdırım. Nəsə, çox çək-çövür oldu, alınmadı. O arada TİKAdan təşrif gəldi. Artıq Türkiyə maraqlıdır. Və TİKAnın maliyyəsi ilə biz orada işə başladıq. Dərhal müəyyən şeylər üzə çıxdı. Türbənin qalıqları artıq üzə çıxdı. O məqamda 2020-ci il may ayının 25-də Cənab Prezident Mehriban xanımla birlikdə Şamaxıya səfərlər çərçivəsində həmin yerdə oldular. Abidə ilə tanış oldular və ondan sonra məni Heydər Əliyev fonduna dəvət elədilər. Dedilər, orayla bağlı nə lazımdır? Fond hazırdır, sənə kömək eləyəcək. Bircə sən o işi uğurla başa çatdır. Və Cənab Prezidentin Mehriban xanımın gəlişi çox düşərli oldu. Onların duaları ilə qəbul oldu. Getdi, o pandemiyanın bağlı yaranmış fasilədən bir 10 gün sonra işə başladıq və 2-3 gün sonra Pir Ömərin kitabəsini tapdıq. Siz inanın ki, o qalıqların arasında, qoz ağacının kökün içərisində, divarın içərisində möhtəşəm bir kitabə. Kitabədə bu türbənin, bu abidənin Pir Ömərə aid olduğu, Pir Ömərin özünün şəxsiyyəti, bunun dəfn tarixi, titulları, hamısı orada çox mükəmməl şəkildə bir kitabı aşkar oldu. Və çox sağ olsunlar ki, ölkə rəhbərliyi, Mehriban xanımın rəhbərliyi, Heydər Əliyev fondu o abidənin konservasiyasını öz üzərinə götürdü və həmin abidə artıq konservasiya olunub, tam mükəmməl bir vəziyyətdə açılış gözləyir. İndi yəqin ki, müəyyən məqamı yetişəndə onun cəmiyyətə təqdimatı olacaqdır.